Gürcüstanın Drift kralı və küçələrin kralı kimi tanınan Georgi Tevzadze, Rusiyanın Sankt-Peterburq musiqi məktəbinin məzunu və peşəkar tennisçi olan Tevzadze bütün bunları tərk edərək Gürcüstana qayıdır və drift etməyə başlayır. Legal, illegal bir çox yarışa qatılan Tevzadze 2010-cu ildə rəsmi drift yarışında açıq avtomobil kateqoriyasında birinci olaraq drift kralı titulunu qazanır. OM 500 nömrəli BMW 34 M5 avtomobili ilə məşğul olan Tevzadze Need for the Drive səhifəsində paylaşdığı videolar sayəsində böyük şöhrət qazanmışdı. Təhlükəli və qanunsuz sürüşlərinə baxmayaraq polis tərəfindən saxlanıldıqda həmişə sakit və ağırbaşlı davranmış, cəzasını qəbul etmiş və polis əməkdaşları ilə yaxşı münasibətlər qurulmuşdur. Yalnız bircə dəfə polisdən qaçmış, səbəbi isə avtomobilində başqa polislərin olması idi. Tevzadze'nin ən böyük arzusu ölkəsində peşəkar sürücü məktəbi açmaq və motosportla maraqlananları yetişdirmək idi. Lakin rəsmi qurumlar ona və layihələrinə çox dəstək olmamışdır. Ona görə də o çılğın sürüşlərə diqqət çəkməyə və başqa mənbələrdən dəstək tapmağa çalışmışdır. 2013-cü ildə Rusiyadan bir dostu və komandası ilə sponsorluq anlaşmaları üçün görüşlər keçirilir. Görüşlər uğurlu keçir və Tevzadze arzularına bir addım daha yaxınlaşır. Lakin bu müddətdə Georginin sürücülük vəsiqəsi əlindən alınmışdı və məhkəmə prosesi gedirdi. O axşam evə qayıdarkən OM 500 nömrəli BMW M5 avtomobilini dostu idarə edirdi. Georgi isə sərnişin oturacağında idi. Onlar otelə dönən viraja saatda 140 km sürətlə girirlər və sürücü avtomobilin idarəsini itirir. Nəticədə avtomobil Georginin oturduğu tərəfdən ağaca çırpılır. Sürücünün burnu belə qanamır, lakin Georgi avtomobildə sıxışıb qalır. Saatlarla davam edən xilasedici əməliyyatlardan sonra o xəstəxanaya aparılır, lakin səhərə yaxın həyatını itirir. Georgi vəfat edəndə cəmi 26 yaşında idi. O arxasında 5 aylıq hamilə həyat yoldaşı, kədərlənmiş dostlar və çılğın sürüşlərini qoyub getdi. Ən acı məqamlardan biri isə Georginin məhz ölümündən bir gün sonra bazar ertəsi səhəri məhkəməsinin olması idi. Əgər yaşasaydı məhkəmə onun haqlı olduğunu təsdiqləyəcək və sürücülük vəsiqəsini ona qaytaracaq. Ancaq artıq bu kağız parçasının heç bir mənası qalmamışdı. Bəlkə də sürücülük vəsiqəsi daha əvvəl qaytarılsaydı bu hadisə baş verməyəcəkdi. Bəs sizcə, o bir yol təhlükəsi idi, yoxsa çox erkən itirilmiş bir əfsanə?